Hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, bir Çağdaş Təhsil komandası olaraq bugün Azərbaycanımızın çox gözəl şəhəri olan Şəki şəhərində, Şəki şəhəri hər zaman ziyalılarla, elm xadimlərlə ölkədə sevilib və seçilibdir. Bugünkü gündə sizə təqdim edəcəyim müəllimə həyatının 45 ildən çox ilini təhsilə fəda vermiş və şagirdlərimizin yaxşı vətəndaş kimi geçməsi üçün əlindən gələni əsirgəməyən müəllimlərdən biridir. Bir daha sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq müəllimə. Adınız, soyadınız? Nəsrullayeva Şəhla Sabir qızı. Neçə ildir təhsil sahəsində çalışırsınız? 46 il. Hal-hazırda məktəbdə çalışırsınız. Bəli. Hansı məktəbdə çalışırsınız hal-hazırda? 2 sayılı orta məktəbdə, Çox Şəki gözəl. şəhəri 2 sayılı orta məktəb. Hansı fən tədris edirsiniz? İbtidai sinif. Çox gözəl. Ulu öndərimiz demişkən, təhsil, müəllimlik, ümumiyyətlə müəllim sənəti, müəllimlik peşəsi ən şərəfli peşələrdən biridir, ən gözəl peşələrdən və əl çatmaz peşələrdən biridir. Amma o peşədə də, o ixtisasda da ən çətin ixtisas, Məcnun Kəlbəcərdə bunu deyirəm ki, ibtidai sinifdir. Çünki ibtidai sinif müəllimləri ilk rəqəmləri, əlifbanı, ilk ana kəlməsini, ata, vətəni sevməyə, bayrağımı sevməyə, dövlətimi sevməyə, ilk bünövrəni inşallah sizlər qoyursunuz. Və biz də sizin tələbələriniz, şagirdləriniz haqqında bilirik. Yüzlərlə, minlərlə sizin şagirdləriniz var, tələbələriniz var. Sizi kimi müəllimlərlə biz fəxr edirik, qürur duyuruq. O gün olsun ki, ən yüksək adlara layiq görüləsiniz, vətənimizin başını inşallah uzay eləyirsiniz və eləyəsiniz və nəvələriniz də inşallah. Çox sağ olun. Biz övladlarınız da var yəqin ki. 2 evladım var, Allah 2 qız sana- evladım var. Adlar nədir müəllimə? Günel Nigar. Çox gözəl, nəvələriniz də var yəqin ki. Mənim 3 nəvəm var. Allah ömür versin. Çox Çağdaş sağ Təhsil olun. komandası olaraq biz sizi kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Çox sağ olun. Uğurlarınız bol olsun, nailiyyətləriniz bol olsun. Həyat yoldaşınızın adı nədir? Rafael. Rafael bəy hansı sahədə çalışır? Rafael bəy iqtisadçı olub. Çox gözəl. O da sizin haqqınızda gözəl sözlər bildirdi. Ona da öz adımızdan dərin təşəkkür bildiririk. Çağdaş Təhsil komandası olaraq bugün 9 may 2025-ci il sizi kimi müəllimlərə uzun ömür, can sağlığı arzu edirik. Çox sağ olun. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Sizə. Təşəkkür edirəm mən də sizə gəldiyiniz üçün, çəkdiyiniz üçün. Can sağlığı. Adınız, soyadınız? Rafael. Çox gözəl. Siz müəlliməyə nə arzuluyorsunuz? Həyat yoldaşı kimi kamera arxasında öz sözləri dediniz. Amma istəyirəm kamera önündə deyəsiniz. Müəllimi 46 ildə bir məktəbdə çalışır. Bugünkü gündə də onu fəxrləndirici olsun. Çox minnətdaram. Gündən sonra da pensiya bu hamımızın borcudur. Arzulayıram xeyirli pensiya çıxsınlar, təqaüdə çıxsınlar. Sağlam yaşasınlar. Çox sağ olun. Biz də sizə gözəl can sağlığı Çox sağ olun. Allah təala bir-birinizi üstəyəs eləməsin sizə. Sağ olun. Və o cümlədən sizin nəvələrinizi üstünə, nəticələrinizi üstəyəs Çox sağ olun. eləməsin. Çox Bu sağ kadrlara 10 il, 20 il sonra, 30 il sonra nəvələriniz baxanda sizlərdən fəxr edəcək. Qürur duyuruq, təşəkkür edirəm. Sağ olun. Minnətdarım. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Sağ olun.